Salam aleyküm, maşınımız 204 gövdə C-Class. Deməli, müştərimizin problemi bizə yaxınlaşdırıcı su itkisi var və bundan əlavə maşında sirkulyasiya da düzgün gelmir. Aşağıladı ki, problem su pompasındadır. İnşallah Allah'ın izniyle su pompası söküləcək və yenisi ilə əvəz olunacaq. Gövdə C-Class Mercedes su pompası söküldü və bundan əlavə termostatın da korpusu sıradan çıxdığına görə su sızıntısı var idi. Hər ikisi yenisi ilə əvəz olunacaq. 204 gövdə, 271 motor C-Class. Maşınımızda yekun işlər görüldü. Termostat və su pompası dəyişdirildi. Hazırda maşın ideal vəziyyətdədir. Müştəriyə təhvil edilir.